Aşura günü əzalı və hüzünlü günlərdən biridir və biz bu günü hüzünlü, qəmli keçirməliyik. İmam Rıza əleyhissalamın bu barədə bir gözəl kəlamı var. O həzrət buyurur: "Mən kənə yevmə Aşura yevmə musibətihi və huznihi və bukaihi." Hər kəsin Aşura günü müsibət günü olarsa, yəni həmən günü müsibət günü kimi keçirərsə, hüzünlü o günü keçirərsə, Cəalallahu Əzzə və Cəl yevməl qiyaməti yevmə fərəhihi və sururihi. Qiyamət günü Allah Təbarək və Teala həmən günü onun üçün fərəh və şadlıq günü qərar verər. Əhl-i Beytə məhəbbət bəsləyiriksə, Aşura günü qəmli, hüzünlü və ağlamaqla keçirməliyik.